Salam, mən Aygün Qurbanova. Sizə bugün əhali bölməsindən bəzi mövzuları izah etməyə çalışacağam. Demək, birinci mövzumuz sivilizasiyaların tarixi coğrafi inkişafıdır. Sivilizasiya sözünün mənası dövlət, vətəndaşlıq deməkdir və burada da ən qədim sivilizasiyaların xəritəsi göstərilib. Müəyyən olunmuşdur ki, bəşər tarixində 21 fərqli sivilizasiya olmuşdur. Və ümumiyyətlə elə xalqlar var ki, onlar öz geyimləri ilə yaşadıkları ərazinin iqliminə uyğunlaşmışlar. Bəzi xalqlar isə tamamilə yox olub və tarix səhnəsindən çıxmışdır. Bir xalqın digər xalqın içərisində əriyib tədricən yox olmasına assimilyasiya deyilir. Gəlin baxaq, bəşər tarixində mövcud olmuş ən qədim sivilizasiyalar xronoloji ardıcıllıqdan gedək. Əvvəlcə baxaq eramızdan əvvəl 4-cü minillik. Burada Misir, bir də ki Şumer sivilizasiyası olub. Daha sonra gəlir eramızdan əvvəl 3-cü minillik daha doğrusu. Burada isə Hind, bir də ki Finikiya sivilizasiyası olub. Daha sonra isə demək Finikiya sivilizasiyasının mərkəzində də Yunanıstan dururdu. Daha sonra gəlir eramızdan əvvəl 2-ci minillik. Burada sadəcə Çin sivilizasiyası var, gördüyünüz kimi. Daha sonra gəlir eramızdan əvvəl 1-ci minillik. Burada isə Niger hövzəsi, bir də ki Aztek, Maya və İnklər, İnk sivilizasiyaları durur. Bunlar bizim qədim sivilizasiyalarımızdır. Daha sonra keçək müasir sivilizasiyaya. Müasir sivilizasiyalar, baxın, Qərb sivilizasiyasıdır. Gördüyünüz kimi Qərbi Avropanı, Şimali Amerikanı, həmçinin Papua Yeni Qvineyanı, Avstraliya, bir də ki Yeni Zelandiyanı əhatə edir. Daha sonra gəlir Pravoslav. Pravoslava Ukraynadır, Rusiya kimi böyük ölkələr daxildir. Sonra gəlir Latın Amerikası, məlum məsələ Latın Amerikasını əhatə edir. Şərq İslam sivilizasiyası Şimali Afrika, Asiyanın bütün müsəlman ölkələrini əhatə edir. Həmçinin Cənub-Şərqi Asiyada da İndoneziya, Malayziya, Bruney, Sinqapur kimi ölkələri əhatə edir. Hind sivilizasiyası, baxın, bu ərazidə yayılıb. Çin sivilizasiyası bu ərazidə yayılıb. Afrika sivilizasiyası cənub ərazidə yayılıb. Budda sivilizasiyasına həm elə bil ki, Çin yarımadasında olan ölkələr, həmçinin Monqolistanda aiddir. Yapon sivilizasiyası var. Yapon sivilizasiyasına da sadəcə Yaponiya aiddir. Və diqqətlə baxsaq görərik ki, Şri-Lankada demək Budda sivilizasiyasına daxildir. Bu da hal-hazırda mövcud olan sivilizasiyalardır və bunlardan hal-hazırda Qərb, bir də ki Şərq sivilizasiyası, Şərq İslam sivilizasiyası daha çox yayılıb, gördüyünüz kimi. Ümumiyyətlə, bunlar bir-birindən kəskin surətdə fərqlənir. Necə fərqlənir? Demək, Şərq İslam sivilizasiyasının əsasını təşkil edir, demək, qayda, qanunlar, daha doğrusu insanların, belə deyək də, öz etnosuna, kökünə olan sədaqəti, məhəbbəti deyə bilərik. Yəni öz milli mentalitet dediyimiz məsələ Şərq sivilizasiyasında var. Qərb sivilizasiyası isə daha çox yeniliyə, yeni ixtiralara, yeniliklərə açıq bir sivilizasiya olaraq göstərilir. Daha sonra gəlirik əhalinin sayı və onun təkrar artımı. Ümumiyyətlə, əhalinin sayının tənzimlənməsi üçün bir miqrasiya var, bir də ki təbii artım var. Miqrasiya haqqında növbəti dərslərimizdə danışacağıq ki, miqrasiya əhalinin bir yerdən başqa yerə köçməsidir, sadəcə köçmə. Yəni, bu da əlbəttə ki, əhalinin sayına təsir göstərə bilər. Bir də var təbii artım. Təbii artım odur ki, il ərzində ölkədə doğulanlarla ölənlər arasındakı fərqdir. Doğulanlarla ölənlər arasındakı fərq. Əlbəttə ki, təbii artımın xarakterinə görə ölkələr 2 qrupa bölünür. Birinci tipə aid olan ölkələr, bir də ki, ikinci tipə aid olan ölkələr. Gəlin, birlikdə baxaq, bunlar necə olur? Əgər ölkədə doğulanlarla ölənlər arasındakı fərq 12-dən çoxdursa, demək, belə ölkələr ikinci tip təbii artıma aiddir.
Əgər ölkədə, elə bil ki, doğulanlarla ölənlər arasındakı fərq 12-dən azdırsa, bu birinci tipə aid olan ölkələr adlanır. Demək, burada sadəcə 9-cu sinif dərsliyindən götürülən bir, belə deyək də, xəritədir. Burada bu hissədə, ikinci tip, burada isə birinci tip olmalı idi. Demək, gəlin birlikdə baxaq birinci tipə aid olan ölkələr. Şimali Amerika, Avropa, Asiya, o cümlədən Çin, Rusiya, Asiyanın bir hissəsi deyək. Burada Qazaxıstan, Yaponiya, Avstraliya, bir də ki, Yeni Zelandiya birinci tipə aiddir. İkinci tipə isə Latin Amerikası, Afrika, Cənub-Qərbi Asiya, Cənubi və Cənub-Şərqi Asiya ölkələri aiddir. Və deyə bilərəm ki, ikinci tipə aid olub inkişaf etmiş yeganə ölkə CAR-dır, Cənubi Afrika Respublikasıdır. İndi gəlin baxaq, bunun hansı problemləri var? Əgər ölkə birinci tipə aiddirsə, demək burada demoqrafik böhran olur. Demoqrafik böhran o deməkdir ki, ölkədə elə bil ki, ölkənin təbii artımı ya azalır, ya olduğu kimi qalır. Yəni olduğu kimi qalmaq o formadadır ki, doğulanlarla ölənlər arasındakı fərq yoxdur və belə ölkələrdə sadəcə nəsillərin əvəzlənməsi gedir. Bunu da mən DA, baxın, Danimarka demək, yəni DA bu şəkildə yadımızda saxlaya bilərik ki, demək İspaniyadır, Danimarkadır, bir də ki, Avstriyadır ki, burada sadəcə nəsillərin əvəzlənməsi olur, yəni artım yaxud azalma olmur. Elə ölkələr də var ki, mənfidir. Məsəl üçün Rusiyaya baxa bilərik ki, mənfidir və Rusiyanın əsas artımını təmin edən burada olan türk dilli xalqlardır. Və ümumiyyətlə, əgər demoqrafik böhran varsa, demək ölkədə işçi çatışmazlığı olur. Elə bil ki, yaşlı əhalinin sayı artır və ailələr, yəni xüsusilə də qadınlar daha çox karyera, iş barəsində fikirləşirlər. Onlar fikirləşirlər ki, əgər övlad dünyaya gətirsələr, bunun maddi xərcləri çoxdur. Buna görə də adətən gec evlənirlər ya da və övladı da gec dünyaya gətirirlər. Bu birinci tipə aid olan ölkələrdədir. Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır? Burada sosial məzuniyyətlərin verilməsi, daha çox sonra demək əlavə övlad dünyaya gətirməyə görə əlavə müavinətlərin verilməsi daha məqsədə uyğun hesab olunur. İkinci tip isə artıq demoqrafik partlayışdır. Demoqrafik partlayışda ölkədə ekoloji problem olur. Doğulanların sayı həddindən artıq çox olur. Yəni təbii artım daha çox olur. Bu vaxtda ölkədə ərzaq problemi, mənzil problemi, ekoloji problem olur. Bunun üçün əhalinin sayının tənzimlənməsi ilə bağlı siyasət yürüdülməlidir. Bu haqda mən Çin haqqında danışmaq istəyirəm. Bilirik ki, dünyanın ən çox əhalisi olan ölkəsi Çin idi. Əvvəlki statistikamıza əsasən 1.3 milyard Çində idi, 1.1 milyard isə Hindistanda idi. Hal-hazırda Hindistan Çindən daha çox əhalisi var. Niyə? Çünki Çin demoqrafik siyasət yeridərək əhalisini sabit saxlaya bilib. Daha doğrusu Çin demoqrafik siyasət yürüdərək əhalisini elə bil ki, sabit saxlaya bilib. Hindistanda isə buna müxtəlif dini amillər mane olur. Və Çin hal-hazırda Çində ideal ailələr ata, ana və övladdan ibarətdir. Adətən belə ailələrdə oğlan övladlarına üstünlük verirlər və Çində də bilirsiniz ki, əsas gəliri tekstildən götürür. Buna görə də hal-hazırda belə deyək də bu siyasətin bu siyasətin həyata keçirilməsi nisbətən dayandırılıb. İndi sizə danışacağam demoqrafik keçid mərhələlərindən. Demoqrafik keçid mərhələləri. 4 dənə mərhələmiz var. Tamamilə buradakı sxem vasitəsilə bunu izah edə bilərik. Birinci mərhələ doğum da çoxdur, ölüm də çoxdur. Bu ölkələrdə daha çox qəbilə forması, qəbilə quruluşunda yaşayan, Mərkəzi Afrikada, Amazonda, həmçinin Cənub-Şərqi Asiyada yaşayan qəbilələri misal göstərə bilərik.
İkinci tipdə fikir verin, doğum çoxdur, ölüm nisbətən azalıb. Bu uyğun gəlir demoqrafik partlayışa. İkinci tip demoqrafik partlayışa uyğun gəlir. Üçüncü mərhələdə isə fikir verin, nisbətən səhiyyənin inkişafı ilə ölüm elə bil ki, qadınlar arasında maarifləndirmə siyasətinin həyata keçirilməsi ilə səhiyyənin inkişafı ilə doğum azaldılıb, ölüm isə əvvəlki səviyyədə olduğu kimi qalıb. Və üçüncü tipə də daha çox Latın Amerikası ölkələrinə aid edirlər. Dördüncü tipə fikir verin, həm doğum azdır, həm də ki, ölüm azdır. Demək, burdan belə bir nəticəyə gəlirik ki, bu demoqrafik böhran keçirən ölkələrə aiddir. Demoqrafik böhran keçirən ölkələrə aiddir. İndi gəlin birlikdə əhalinin yaş cins tərkibinə baxaq, bu müqayisəli sxem vasitəsilə. Ümumiyyətlə, əhalinin yaş cins tərkibində əgər yaşlılar çoxdursa, yəni yaşlıların xüsusi çəkisi çoxdursa, bu ərazidə millətin qocalması prosesi olur və yaşlıların çəkisi ümumi əhalinin 12-14%-dirsə, qocalmanın başlanğıcı 16-18%-dirsə, bu artıq demoqrafik qocalmadır. Bundan sonra ümumiyyətlə elə bil ki, uşaqların payının ən yüksək olduğu ölkə Yəməndir, 52%-dir. Ən az olduğu ölkə isə Almaniyadır, İtaliya, bir də ki, Lüksemburqdur. Yaşlı əhalinin ən çoxu isə İsveçdə 25%, ən azı isə Malidədir, 2%-ə bərabərdir. İndi gəlin bu sxemi təhlil edək. Burada gördüyünüz kimi Avropada yaşlılar 17%-dir, Asiyada 6%, Afrikada 3%-dir. Belə nəticəyə gəlir ki, Afrikada ən azdır. Daha sonra Şimali Amerikada 13%, Cənubi Amerikada 10%, Avstraliya, Okeaniyada isə 5%-ə bərabərdir yaşlı əhali. Amma uşaqlara baxın, Afrikada hədsiz dərəcədə çoxdur. Səbəbi də burada müəyyən qədər belə deyək də, uşaqlar dünyaya gəlsələr də həyatda qalmaqda çətinlik çəkirlər. Daha sonra əhalinin cins tərkibinə keçək. Əhalinin cins tərkibində də belədir ki, adətən inkişaf etmiş ölkələrdə qadınlar daha çoxdur cins tərkibində. İnkişaf etməkdə olan ölkələrdə isə kişilər daha çoxdur. Fikir verin, burada qırmızı ilə göstərilənlər, demək, burada qadınlar daha çoxdur əhalinin tərkibində, cins tərkibində. Bu yaşıl rənglə göstərilənlərdə isə kişilər daha çoxdur. Burada müxtəlif etnik, dini və s. kimi amillər rol oynaya bilər. Bir də var, qadınlarla kişilərin bərabər olduğu ölkələr. Buna aiddir İndoneziya, Monqolistan, gördüyünüz kimi, burada İslandiya, Efiopiya və Somali kimi ölkələr daxildir. Qadınlarla kişilərin sayca bərabər olduğu ölkələr. Daha sonra ölkənin əhalisini bu sxem vasitəsilə deyək, ölkənin əhalisi 3 qrupa bölünür. İşçi qüvvəsinə daxil olmayan əhali, yəni işləməkdən yayınanlar, buna aiddir, məsəl üçün, evdar qadınlar. Daha sonra əmək qabiliyyəti olmayan əhali, 16 yaşa qədər olan uşaqlar, bir də ki, işləməyən təqaüdçülər aiddir. Sonra əmək ehtiyatları isə 2 qrupa bölünür. İqtisadi cəhətdən fəal əhali, yəni söhbət bu dəqiqə mən işləyirəmsə, müəllimə işləyirəm, mən iqtisadi cəhətdən fəal əhaliyəm. Yox, əgər bir insan, bir tələbə universiteti bitirirsə, elə bir iş axtarır da hələ. Bu artıq işsizlər qrupuna daxildir. Amma ümumiyyətlə ölkənin əmək ehtiyatlarına daxildir həmin universiteti bitirən məzun. İndi keçirəm. Var burada ümumiyyətlə kəmiyyət göstəriciləri əmək ehtiyatın, bir də ki, keyfiyyət. Kəmiyyət göstəriciləri, yəni əmək qabiliyyətli əhalinin sayıdır, cins tərkibidir, yaş tərkibidir, yəni rəqəmsal məsələlər. Amma keyfiyyətinə isə fiziki iş qabiliyyətidir, peşə hazırlığı, ixtisas səviyyəsi və s. kimi faktorlar daxildir. Və burada da işsizlik səviyyəsi var. İşsizlik səviyyəsini tapmaq üçün işsizlərin, baxın,
işsizlərin sayını bölürük əmək ehtiyatlarına. Bununla da işsizlik səviyyəsini tapırıq. Yenə qeyd eləyirəm, işsizliyi, ölkədəki işsizliyi tapmaq üçün işsizlərin sayını iqtisadi daha doğrusu əmək ehtiyatlarına bölürük. Bax, bu işsizləri əmək ehtiyatına bölürük. Bir də var, ölkədə demoqrafik yük. Əgər ölkənin demoqrafik yükü, yəni yaşlılar olan qismi çoxdursa, onda bütün güc işləyən əhalinin üzərinə düşür. Demoqrafik yükü tapmaq üçün əmək qabiliyyəti olmayan əhalini, baxın, əmək qabiliyyəti olmayan əhalini məşğul əhaliyə, iqtisadi cəhətdən fəal əhaliyə bölürük və beləliklə demoqrafik yükü tapırıq. Və hal-hazırda dünyada məşğul əhali bir neçə hissəyə bölünür. Birincisi, elə bil ki, göy yaxalıqlılar, ağ yaxalıqlılar, bir də ki, qızıl yaxalıqlılar. Göy yaxalıqlılar daha çox fiziki işlə məşğul olanlardır. Ağ daha çox xidmət sahəsi ilə, daha doğrusu əqli əməklə məşğul olanlar, xidmət sahəsində çalışanlar. Bir də var qızıl yaxalıqlılar, bu artıq EHM-i yaradan, sonra ondan istifadə edən yüksək ixtisaslı kadrlardır. Daha sonra keçirik işsizlik və onun növləri. Burada bir sxemdən istifadə edəcəm 11-ci sinif dərsliyindən. Demək, işsizlər 3 qrupa bölünür. Friksion, struktur, bir də ki, dövrü işsizlər. Allah hər kəsə friksion işsiz olmağı nəsib eləsin deyək. Friksion işsizlik nədir? Əgər işçi öz iş yerini tərk edir, yəni oradakı şərtlərlə narazıdır və daha yaxşı yerə keçmək istəyir. Bu vaxtı elə bil ki, işsiz qalır müəyyən bir müddət. Buna da deyirlər friksion işsiz. Baxın, bu birinci sxemə uyğun gəlir. Friksion işsiz. Demək, friksion işsiz odur ki, və friksion işsizliyin qarşısını almaq üçün nə etmək lazımdır? İş yerləri haqqında məlumatlılığı artırmaq lazımdır. İndi keçək struktur. Struktur odur ki, bəzi sahələr var, elə bu şəkildə də gördüyünüz kimi köhnəlib. Faytonçu, sonra telefonçu və s. Hal-hazırda o sahələr köhnəlib. Gələcəkdə də düşünülür ki, bank sahəsi köhnəlmiş sahələrə aid ediləcək və struktur işsizliyin qarşısını almaq üçün işçilərin ixtisas dərəcəsini daim artırmaq lazımdır. İndi keçək növbəti dövrüdür. Dövrü işsiz odur ki, baxın bu ikinci şəkildə. İş yeri azdır, amma müraciət edən əhali çoxdur. Fikir verin, bu hər iki əhali müraciət edir iş üçün. Sadəcə bu qism işlə təmin edilib. Qalanı deyərdim ki, bu divardan kənarda qalıb. Bu isə bizim struktur işsizliyimiz adlanır. Daha doğrusu dövrü işsizlik. Struktur və friksion işsizlik təbii işsizlikdir. Təbii işsizlikdir. Və son dövrlərdə də Azərbaycanda məşğulluq siyasəti həyata keçirilir. Bunun əsas məqsədi odur ki, kiçik sahibkarlığın dəstəklənməsi və yəni kiçik sahibkarlığı dəstəklənməsi və əhalinin məşğulluğunu artırmaqdır.